İnsan orqanizmində baş verən bu dəyişikliklər daha çox xroniki yorğunluq sindromu ilə özünü göstərə bilir. Xroniki yorğunluq sindromu yaz dövrlərində daha özünü gümrah hiss etməyi istəyən insanlar üçün çox yaxşı bir bitkilərdən, xüsusilə də deyərdim ki, hətta çərəzlərdən ibarət bir macun hazırlaya bilərlər və gündəlik qida kimi onu yeyə bilərlər. Məsələn, əvvəlkindən daha çox tərləmə ola bilər, əvvəlkindən daha çox əsəbi ola bilər və yaxud da heç bir işi görməyə mənim heç həvəsim yoxdur. Belə bir astenik vəziyyətlər yaranır. Kitab oxumağa mı və yaxud da işləməyə mi, səhər daha çoxmu yatım, yatır durduqdan sonra yeni yatmaq istəyir, yatmaqdan doymamaq kimi bir hiss yaranır. Buraya xroniki yorğunluq sindromu halı kimi də götürmək olar. Bu da əslində asılıdır insan bədənində gedən dəyişikliklər nəticəsində vitamin, mineral balansının dəyişməsi də burada rol oynaya bilir. Yaz fəslində özünüzü daha gümrah hiss etmək üçün xalq təbabətinə müraciət edə bilərsiniz. Elə fitoterapeutimiz Elnur həkim maraqlı reseptlər paylaşdı. Gümrahlığını artırmaq istəyirsə, əhvalı yaxşı olmaq istəyirsə, davamlı yuxululuqdan çıxmaq istəyirsə, enerjisi bol olmaq istəyirsə, belə bir tərkib eləyə bilərlər. Götürülür ağ küncüt toxumu, toz halına salınır 100 qram. Balqabaq toxumu toz halına salınır 100 qram. Çörəotu toxumu 50 qram götürülür, yenə toz halına salınmaqla. Çiçək tozu 100 qram götürülür və 10 qram arı südü. Bunlar götürülür və 1 kiloqramlıq balda xüsusilə biyan balı olsa, akasiya balı olsa daha yaxşı olar və ümumiyyətlə yazda da biz o balları əldə edə bilirik. Qarışdırılır, qarışdıqdan sonra bir gün saxlanılır. Sonra hər dəfə onu istifadə edəndə qarışdıraraq uşaqlar üçün 1 çay qaşığı gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra, böyüklər üçün 12 yaşdan yuxarılar üçün 1 deset qaşığı gündə 2 dəfə yemək vaxtı və yeməkdən sonra, böyüklər üçün isə artıq 1 xörək qaşığı şəklində qidalana bilərsiniz. Günə daha yaxşı yaddaşı, beyin qan dövranı yaxşı olsun deyə, mübadiləsi yaxşı olsun deyə insanlara belə bir məsləhət verəcəm. Deməli, küncütün keçibunuzu bəhməzlə birlikdə bir bəhməzini hazırlaya bilərsiniz. Demək, küncüt yağı götürülür və keçibunuzu soyuq sıxım bəhməzi. Bunlar qarışdırılır 700-ün 150-yə. 700 keçibunuzu, 150 də küncütün yağıdır. Qarışdırıb belə qəşəng bir məhsul əldə olunur, həm də çox da dadlıdır. Hər səhər və axşam istifadə eləsəniz, günə daha enerji ola bilərsiniz. Həmçinin xəstəliklərə qarşı dözümlülüyünüz arta bilər.